Çıxışımda sərbəst testosteronu azaldan səbəblərdən biri haqqında danışmaq istəyirəm. Bu səbəb qaraciyərlə bağlıdır. Qaraciyərimizdə bildiyiniz kimi steroid birləşdirici hormon adlanan bir hormon ifraz olunur. Bu hormon gənc yaşlarda olan adamlarda çox az miqdarda olur. Yaşlandıqca da bunun miqdarı artır. Amma eyni zamanda bu steroid birləşdirici hormon qaraciyərində problem olan adamlarda, qaraciyərində iltihab olan, düzgün həyat sürməyən, spirtli içkilərdən istifadə edən, düzgün qidalanmayan, qaraciyərində piylənmə olan insanlarda çox olur. Yəni belə insanlarda steroid birləşdirici hormonun miqdarı artır. Bu hormonun vəzifəsi nədir? Bu hormon kişi hormonunu, yəni testosteronu zülallarla bağlayır. Yəni onu işləməyə qoymur, ona mane olur. Və ona görə də çalışmaq lazımdır ki, qaraciyərin funksiyasını, əslən gənc yaşlı kişilərə müraciət edirəm. Eləcə də belə deyək də müəyyən yaşı olan, orta yaşlı insanlara, kişilərə müraciət edirəm. Yəni qaraciyərinizi qoruyun, qaraciyərə xüsusi qulluq eləyin. Qaraciyər insan həyatı üçün çox vacib bir orqandır. Eyni zamanda kişi cinsi funksiyası üçün onun yaxşı fəaliyyət göstərməsi üçün əvəz olunmaz bir orqandır. Yəni qaraciyərdə testosteronun əmələ gəlməsi üçün lazım olan maddələr hazırlanır. Eyni zamanda həmin bu testosteronu bağlayan, onun fəaliyyətinə mane olan bir maddə də hazırlanır. O maddəyə yenə dediyim kimi steroid birləşdirici hormon deyirlər. Və bu hormon elə bil ki, kişi cinsi funksiyasını pozur, nə mənada ki, sərbəst testosteronun miqdarını azaldır. Bildiyimiz kimi, əvvəlki çıxışlarımdan da dediyim kimi, sərbəst testosteron kişi cinsi statusunu əsas müəyyən edən bir hormondur. Yəni onun miqdarı ilə kişinin cinsi fəaliyyətinin, cinsi funksiyasının səviyyəsi ölçülür. Ümumi testosteronla bu ölçülmür. Nəyə görə? Çünki ümumi testosteronda həmişə onun 15-20%, bəzən hətta 30%-ə qədər hissəsi bax bu steroid birləşdirici hormon vasitəsilə birləşmiş olur. Ona görə ümumi testosteron